Necə gəldin çıxdın? Taksi ilə? Maşınla nə olub? Maşınım uzun zamandır yoxdur da, yəni. Nə zamandır? Nə qədər zamandır? Çox. Ala bilmirsən ki? Aygünər, heç kimin maşını yox idi, sənin maşının vardı. Ağlaşma qurma sən. Həyatdır da canım, bir gün nəsə olur, bir gün olmur. O yekə maşınını satansan o vaxtdan. O vaxtdan. Evi aldın amma, hə? Düzdürmü? Kreditdədir evi. İpotekadır, amma çox az qalıb evi. Mənim üçün əsas ev idi da, yəni ki. Axır ki. Çox şükür. Mən bilirəm ki, sənin əlinə yaxşı pul gəlirdi vaxtında. Gəlirdi. Hanı onlar? Olur da bəzən elə şeylər olur ki, insan məcbursan da, yəni insan sağlamlığı və yaxud dəyərlilərin sağlamlığı sənin üçün daha önəmli olanda, onların heç biri sənin gözündə olmur. Biraz da dağıdansan sən. Falan, çox. Bir də geyimə çox pul xərcləyirəm. Ümumiyyətlə bədxərcəm. Ümumiyyətlə mən, yəni bu yaşa qədər mən pul yığmağı bacarmıram, hələ də bilmirəm. Məsəl üçün mən 2 paçka pul da olsa məndə, yəni mən elə bilirəm ki, pul mənə yerdə, onu xərcləyirəm. Yer də tapıram xərcləməyə. Sən büdcəyə verməni mən idarə eləyim. Ən çox da... Bir ildən sonra evli eşikli olarsan. İnşallah, hə. Amma o xasiyyətimi çox sevirəm. Maşallah, sən yığıcısan, yığmağı bacarırsan. Amma mən yox, mən... Çox çıxmırsan elə bil, hə? Çox vaxtı evdə keçirirəm. İşim olanda, təbii ki, toyum olanda, olurmu toy? Məclisim olanda, hə, əlbəttə ki, yəni gedəndə də yəni gözəl VIP taksilərimiz var da, gedirəm xanımcıq otururam arxada, gedirəm. Təbii ki, narahatçılıq olur. Niyə? Çünki hər bir müğənninin maşında da qardırobu mütləq ki olmalıdır. Misal üçün, harasa gedirsən çəkilişə kablukda, məcbur, misal üçün, sən sport ayaqqabında olmalıdır orada, sport geyimində olmalıdır ki, çıxartdın, aha, rahat getdin. Amma buna görə çətinlik çəkirəm və çox vaxtda da unuduram qalır hardasa, ya çəkilişə getdiyim yerdə qoyuram, ya salonda yadımdan çıxır, unudub qoyuram, ya maşında qalır. Amma planında var da maşın almaq yenidən. Qismət də, yəni, hal-hazırda onu yalandan deyim ki, hə, gələn ay inşallah özümə hədiyyə maşın zat, yalan deyərəm. Toya neçəyə gedirsən? Yarım saatlıq gedirsən? Yarım saatlıq gedirəm. Neçəyə gedirsən? 2000-3000 arası. Amma deyim ki, yəni mən hər gün toydayım, yalan deyərəm, kalendarla toydayım, yox, yalan deyərəm. Çox nadir hallarda olur, amma ki olur. Kooperativ məclislərim daha çox olur. Amma vallahi bu dəqiqə o deyir, pulun bərəkəti yoxdur. Qazanırsan, yəni qazandığın kimi də yəni gedir də pul. Biraz tənbəlsən sən. Yox deyiləm, əksinə. Elə görsənirəm, amma doğrudan deyiləm. Mənəm, Ülvirayam. Bilirəm, amma çox dəyişmişəm mən. Vallahi indi bax görsən necə punktualni qızam 3-də. Hə, vaxtında gəldim. Görsən, hə, elə. Amma çox təəccübləndim doğrusu. Mən yəni canlı efirlərə 40 dəqiqə, 45 dəqiqə gecikən adamam. Amma indi görürsüz, vaxt özüm də yəni son vaxtlar görürəm ki, yox, punktualniyəm. Bütün Azərbaycan mediası, bütün tamaşaçılar səni şıltaq Günel kimi tanıyır. Bu şıltaqlıq hələ də qalır, yoxsa burada da böyüdün? Yox, əslində şıltağam, amma o mənim xasiyyətimdir. Amma hər bir insanın həssas bir nöqtəsi olur da, hər bir insanın mütləq ki bir həssas bir nüanslar var ki, o haqda söhbət olanda insan istər-istəməz kövrəlir. Bu qorxudan da olub kövrələ bilirsən. Nəysə itirməkdən də qorxub kövrələ bilirsən. Adətən belə bir şey olur da. Amma söhbət indi sənin şıltaq olmağından gedir. Böyümüsənmi? Bəzən hə, bəzən yox. Uşaq səni böyütmədi. Yox. Sən başa düşmədin ki, evdə bir şıltaq uşaq yetər və o şıltaq uşaq Məryəmdir. Yox, uşaq, mən hərdən biri görsən ki, elə belə uşaqlıq edirəm. Uşaq baxıb bilim, mama, ты себя как ребенок ведешь. Sən uşağı Rus sektoruna verin. Hə, Rus sektor. Deyir, mama. Səndən bütün mübarizələrimə baxmayaraq. Uşaq getdi Rus sektoruna. Hə. Niyə? Bilmirəm, çünki o Rus dillidir. O xalaya, misal üçün, hardasan dedi, hardasan papa, mən onu necə Azərbaycan sektoruna qoyum ki? Yəni danışanda Azərbaycanca danışanda uşaq Azərbaycan dilli olur. Çünki uşaqlıqda sən özün də bilirsən də, onun baxdığı nə idi? Maşa Medved, Barboskina, Fiksik, hamısını rus dilində baxırdı. Keşke mən o cizgi filmlərini ona ingilis dilində qoyardım. Və kəşki Azərbaycanca da multiklərimiz olardı bizim cizgi filmlərimiz. Çox təəssüflər olsun, bəli. Bir-iki dənə var idi bizim vaxtımızda, Tıx-Tıx xanım, nə bilim, Toplan falan filan, yəni belə, amma indi hə, çox təəssüf olsun. Amma qızın Azərbaycanca da danışır. Azərbaycan ana dilidir, təbii ki, artıq çox sərbəst səliz danışır. Azərbaycan dili, ingilis dili və rus dili. Sən necə arıqladın? Əməliyyatla. İndi hal-hazırda biraz kilo almışam. Necə əməliyyatla? Əməliyyat, plastik əməliyyat. Liposaksiya ilə? Bəli.
sən axı elə bil tam arıqladın. Sənin bədənin şəkilləndi, o başqa. Amma sən elə bil çəkidə də itirdin də, yəni. Çəkidə də itirdim, yeməyimə fikir verdim. Amma son vaxtlar bir həftədir ki, bilsən də evdə kimin qabağından nə qalır, hamısını özüm yeyirəm. Niyə görə israf olmasın? Hayfım gəlir. Biz çox qəribədir. Nəyisə çox hazırlayanda, misal üçün, o qalır. O da mən əsəb keçirəm. Niyə? Çünki hazırlayırsan onu, əziyyət çəkirsən. Amma elə ki, az olur, deyirlər. Bundan biraz çox eləyərdin də. Mən bilmirəm. Bir də ki, mənim əlim elə bir aza gətirmir. Hər şeyi xoşlayıram da olur. Bir də mən zamanında, misal üçün, evdə köməkçim də var idi da. O vaxtlar mən yeməkləri çox atırdım. O mənim böyük səhvim idi, israfçılıq edirdim. Amma indi çalışıram ki, elə bir şeylər olmasın. Hətta çörək qalanda belə mən onu atmıram. Ondan suxarı hazırım. O demək deyiləm, mən acından ölürəm. Və indi deyəcək, Gülər çox acınacaqlı haldadır. Çörəyi suxarı eləyir. Yox, sadəcə olaraq israfçılıq eləmək istəmirəm. Çünki sonra şorbanın içinə atanda qəşəng olur da o. Şorbanın üstünə atırsan və yaxud onu elə tost eləyirsən, içində qalanski pendiri, nə bilim, vişnası, nəzəndən yeyirsən, gedir də, yəni. Mənim qızım həm də məni böyütdü. Mən səbirli olmağı bacardım. Qabaq haqqımda kimsə nəsə danışanda, tutaq ki, efirdən kimsə nəsə atmaca falan atanda raketalarımı qaldırırdım. Amma indi elə bir şey yoxdur. İndi sadəcə olaraq baxıb keçirəm. Yəni, niyə də, bax, niyə görə mən çıxım ki, nəsə mübahisə eləyim, əsəblərimi koruyum. Zaten ömür o qədər qısadır ki, istəmirəm də belə boş şeylərə, əsəbə. Zaten hər birimizin özümüzə görə əsəbləşdiyimiz məqamlar da olur. Bir də durub kim nəsə boş yerə, niyə ağız verim və yaxud nəsə. Doğrudan da dözümlü olmusan, tolerant olmusan. Səbirli olmuşam, yəni artıq səbirliyəm. Kimsə nəsə deyən edirəm, o əsas odur ki, o mənim üzümə qarşı onu deyə bilməz də. Yəni, əgər o arxamca onu danışırsa, o mənə aid deyil. Əvvəllər yox, kimsə deyəndə nəsə deyib, çıxırdım efirə, mən ona cavab verməyə çalışırdım falan filan. İndi elə deyil. İndi çox sakitləşmişəm. Məryəm məni böyüdü və onun sayəsində səbirli olmuşam. Çox səbirliyəm. Yəni, hal-hazırdakı səbirimə özüm çox məhtəl qalmışam. Yəni, hər şeylə barışıram. Başqa nə öyrənmirsən Məryəmlə? Səbirli olmağı dedim. Yemək pişirməyi. O heç. Onun sayəsində. Dözümlü olmağı, hər şeyə deyinməməyi. Əvvəl hər şeyə deyinirdim. Evdə tapışqan biri belə qalanda deyirdim, bu niyə belə qaldı falan filan. İndi elə deyil. Umurumda olmur. Yəni. Çünki sənin evin aptek kimidir. Yəni, xəstəxana təmizliyi var. Amma indi elə deyil. Yenə də təmizdir, amma hər şey, deyim ki, bu bunun üçün, bu boşqabın içində olmalıdır, bu tava burada olmalı. İndi elə deyil də, yəni. Yetər ki, təmiz olsun. Yüngüldə səliqə olsun. Da belə manyak kimi yox da, yəni santimetrlə bu burada, artıq elə deyiləm. Çünki o şeylər vaxt itkisidir. Bu yaxınlarda mən bir müğənninin, amma doğrudan xatırlamıram, sözün əsl mənasında xatırlamıram. Çünki pandemiyada korona oldum, onunla yanaşı, bir də bu narkozlarla bağlı artıq yadlarım yoxdur. Təsəvvür edin ki, toyda mən gəlinin adını səhvləyən adamam da, onu düşünürüm. Ya da bəyin adını 100 dəfə deyirlər qulağıma, yenə eyni şey. O vaxtlarda yəni artıq o pandemiyadan bəri ki, o yaddaşım biraz şey oldu da, deyənə, nəyəsə gətirirdim sözü, bax görsən, yəni yadımdan çıxdı. Hansı müğənninin evində? Hə, yəni yadımda deyil. Bir müğənninin müsahibəsinə baxmışdım. Ona sual verirlər ki, bəs ev işləri falan da, yəni sizcə ev işi, bir müğənni ev işi görməlidirmi? Odur ki, mən düşünürəm ki, ev işi görmək sadəcə olaraq vaxt itkisidir. Mən əvvəl mənə çatmırdı. Deyirəm, necə insan öz qaldığı evi əlbəttə ki, özü təmizləməlidir. Məndə də olub da evə də gəlirlər, misal üçün 2 ayda bir, 3 ayda bir uborka eləyirlər falan. Amma yenə də insanın özünə elədiyi başqadır. Məsələn, sən nəyisə hara qoyursan, o şeydə amma dəqiqəm. Misal üçün, mənim göz yumuludur ki, evdə filan şey hardadır. Mən deyəcəm, bax, filan, misal üçün, polkada, filan şvanyerdə, filan yerdə, falan filan da. Yəni, onu bilirəm. Hə. Bilməyib niyə yiyəcəm, çünki evim elə də böyüdür. Bəlkə böyük olsaydı bilərdim. Amma kimlərsə gəlib eləyəndə əlvə atırsan, istədiyi ola bilər ki, onlar da dəqiq nə bilsinlər ki, nəyin yeri tam haradır. Dedim ki, yox, adam özü görsə işini çox gözəl olar.
insan, qadın, xanım fərqi yoxdur. Müğənni, tanınmış adam, adi insan həm evin xanımı olmalıdır, həm də qulluqçusu. Yəni mən hələ də qulluqçuyam da, həm də. Amma çox vaxt itkisidir doğrudan. Məsəl üçün səhər durursan eyni şeydən, yataqları topladın və yaxud dəyişdin. Eyni şeydə eyni şey baxırsan ki, ayda eyni şey, hava qaraldı falan filan. Misal üçün evdə olduğum günləri deyirəm də. Ona görə düşünürəm ki, evdə iş görmək vaxt itkisidir. İş qadını evdə iş görməli deyil. Evdə iş görən qadın üçün vaxt itkisidir, geridə qalır və az pul qazanır. Bir müddət vardı, bilirəm ki, sən o bayaq dediyim məsələlər və yaxşı pul gələndə, yaxşı pul qazandığın dövrdə sən o pulun sənin əlindən həm də ona görə çıxırdı ki, çünki sən bir adama yox, bir neçə adama kömək edirdin. Kimlər də olar? Öz yaxınlarım, qohumlarım, rəfiqələrim, yaxımda çox insanlar olur. Əslində o da düzgün bir şey deyil. Çox istifadə edirdilər. Yəni o demək deyil, mən saf idim, saf deyildim. Sadəcə olaraq istəmirdim də ki, yanımda olan insanın bir problemi olsun. Mən düşünürdüm ki, qadın kişi fərqi yoxdur da. Yəni mən qadınam, kişiyəm fərqi yoxdur. Əgər mənim yanımda olan insanın, tutaq ki, rəfiqəmin, yaxınımın nəsə bir problemi varsa, əgər bu məndə varsa, mən ona kömək olmalıyam, maddi, mənəvi. Yəni budur. Amma düz bir şey deyil. İlhamə Quliyeva rəhmətə gedəndən sonra nəsə dəyişdi sənin üçün? Məkanı cənnət olsun. Çox şey dəyişdi. Nəinki mənim üçün. Bütün show biznesdə böyük çevriliş oldu, pisə doğru. Niyə? Məsəl var, deyir ki, atlar ölüb, itlərin bayramıdır. Üzr istəyirəm bu ifadəmə görə, amma atalar sözüdür, mənlik deyil. Onlar da hərdən deyib, amma... Hamı təzə gələndə deyirlər ki, atlar ölüb, itlərin bayramıdır. Yox, doğrudan elədir. Siz baxın, görün, show biznes artıq show biznes deyil. Elə bir ki, show bazardır. Baxın da, efirlərə baxın da. İlhamə xanım qalıb nə edəcəkdi? İcazə verməyəcəkdi efirə çıxmağa. Belə şeylər var idi, qurban olum. İlhamə xanım Quliyeva, məkanı cənnət olsun da. Yəni, belə şeylər yox idi. Efirdə senzura var idi. Yox idi. Nəsə belə, yox. Yox idi. Yox, belə deyildi. İndi Həsən Soxdu dəyirmanı deyir. Kimin əlində biraz pul var, salonda işləyir, harda işləyir. Baxırsan, çıxır verilişlərə. Misal üçün, verilişlər vardı. İndi istisna gözəl verilişlərimiz də var, səviyyəli verilişlərimiz də var. Təbii ki, səviyyəli aparıcılarımız da var. Amma ən əsas artıq bu show biznesi show bazara çeviriblər və ucuz bazara. Əvvəl elə şeylər var idi ki, efirdən kimsə desin ki, filan müğənni, nə bilim, hara bir yeşik, nə bilim, Əncilə gedib, biri deyir, nə bilim, bir yeşik, nə bilim, belə şeylər yox idi. Sən də oradan da yaddaşın korlanıb. Niyə? Olub. Aynəsdə sən yadında elə İlhamə xanımla Elza Seyid Cahanın söhbətləri. Hələ aynəsi var idi. Amma o səviyyəli idi, belə bazarına deyildi. Yəni də. Bir var canım, bir var market. Çəkisi var idi, başa düşürsən. Bir var bazar. Bunlar lap çirkab söhbətlərdir. Və yaxud bir çıxır, qadın, xanım çıxırdı, çox, bir var samballı nəyəsə deyirsən, bir də var çıxırsan çox ucuz. Sanki elə bil o bəzi belə deyək də, gecə qonduda məhəllə, o belə, necə deyim sizə, mədəniyyətsiz, hər bir yerdə mədəniyyətli də var, mədəniyyətsiz də var, kübarı da var. Misal üçün, səviyyəlisi var, səviyyəsiz var. Hər cürə insan var da. Məhz belə səviyyəsiz o belə bazarını, belə deyək də, bazarını babalar deyirlər də. Misal üçün, bazar qadınlarının söhbətləri kimi olur, efirlər. Bu, aslında efirləri də qınamıram. Son zamanlar baxıram ki, görürəm ki, doğrudan da elə verilişlər var ki, sırf ora səviyyəli qonaqları dəvət eləyən insanlar, aparıcılar artıq reytinqa görə, yəni artıq kim reyting verirsə onu dəvət eləyirlər. Əvvəl elə şey var idi, efirə kimsə telefonla zəng eləsin, desin ki, tüpürüm, nə bilim, sizin söhbətinizə. Belə şey efirdə olmayıb, bax, sən özün illərdə efirdəsən. O qədər olmayıb. Senzura var idi, yəni elə bir şey yox idi. Kimsə efirə zəng eləyib, kimsə təhqir eləmirdi və yaxud pis sözlər. Yəni, tənqid elirdi, təhqir yoxdur, amma da belə şeylər olmurdu. Lazım deyil bunları demək. Amma çünki Rəqsanə ilə Təranənin davası canlı efirdə olmuşdu. Bunların hamısı olmuşdu və bunlar 2014-2015 falan bu illərdə idi. Yəni elə əzəldən vardı. Bunların hamısı bariz nümunədir ki, show biznes doğrudan da korlanmış bir yerdir. Sualdır bu. Show biznes necə? Show biznes korlanmış bir yerdir. Yox, niyə? Hər sahədə var. Sadəcə olaraq show biznesin nümayəndələri göz önündə olduqları üçün bu elə müğənnilər, aparıcılar, aktyorlar, aktrisalar da ümumiyyətlə bu sferada olan, bu ekrandan görsənənlər
onlar daha elə bir göz önünə girirlər, başa düşdünüz necə? Amma halbuki tanınmış insanlar suyu belə üfrə-üfrə içirlər. Baxın, bu sosial şəbəkələrdə, bu sosial mövzulara baxın, nələr baş verir, nələri biz görürük ki, şoka düşürük ki, ay Allah, belə şey necə ola bilər? Ailələrdə nələr baş verir? Və yaxud misal üçün sosial şəbəkələr var, misal üçün TikTok. Orada görün nə qədər mənfi cəhətdən kasad insanları biz görmüşük. Bu TikTok çıxandan biz görürük nə qədər bizdə bu azlıqlar, sən demə nə qədərmiş. Biz misal üçün müğənni bizim əhatəmizdə stilisti də ola bilər falan filan. Amma biz bu qədər bunu bilmirdik də. Yəni cəmiyyətimizin, yəni artıq belə deyək də, bunların çoxluq təşkil eləməyini biz görmürdük. Amma bu TikTok vasitəsilə bunu görürük. TikTokda mən də oluram. Qınamıram. Sadəcə olaraq bilirsiniz necədir? Onları qınamıram. Onlara dəstək verib də onları çoxaldanları təbliğatı qınayırsan. Çünki biz təbliğatı qınayırsan. Təəssüf olsun ki, nəyi ki tənqid edirik, onu da təbliğ edirik. Misal üçün o birilər də baxırlar, tutaq ki, rayonlarda, ucqar kəndlərdə falan, baxır ki, misal üçün də filan belə deyək də üzdən İraqa tutaq ki, dəstək olurlar. Bu bəlkə də normal oğlandı özünü elə aparır. Başa düşdünüz necə? Başlayır belə şit-şit. Bax, misal üçün, keçən dəfə mən sosial şəbəkədə görmüşdüm ki, biri öz anasını ortalığa qoyub məzələnir ondan, onun görüntülərini bax, sən indi üzdən İraq ifadəsini istifadə elədin. Sənin tanışlarının da içində, mənim də tanışlarımın içində dediyin kimi çoxdur. Amma onlar səviyyəlidir də. Amma bu dərəcədə deyirlər. Onlar bu sözdən incər mi sizcə? Yox, inciməzlər. Çünki bilirsiniz necədir? Yəni onlar da üzdən İraqdır. Necə? Onlar da üzdən İraqdır. Bir var hörmət. Baxın, kimisə şəxsi həyatı ümumiyyətlə mənə maraqlı deyil. Mənim üçün insanın insan olmağıdır. Mən heç vaxt insanlar arasında seçim qoymuram nə barədə. Əgər bir insan özünü tanıyırsa, özünə hörmət eləyirsə, o özü bilər. Başqa, yəni özünkidir də, kim nə istəyir özü bilər. Onun mən şəxsi həyatına müdaxilə eləyə bilmərəm. O, onun şəxsi həyatıdır. Başa düşdünüz necə? O tərbiyəsizlik eləyəməyənə qədər mənim həyatımda özünü tərbiyəsiz aparan insan yoxdur. Və yaxud, yəni, hər bir cür həyatı var da. Əslində, onlar qorxulu adam deyirlər. Yəni, görürsən ki, mədəni adamlarlar. Misal üçün, onun indi bu həyatı budur. Tutaq ki, transgenderlər var. Misal üçün, mənim də, misal üçün, tanıdığım insanlar var. Mənim onlara çox böyük hörmət var. Çünki o insana ziyan gəlməz. O neyinirsə özünü eləyir. Onun öz həyatıdır. Amma ziyanlı olanlar da bilirik. Əsas qorxmaq lazımdır kimdən? Baxın, cinayətləri kimlər törədirlər? Bax, uşaqlara qarşı zorakılıq hərəkətlər, heyvanlara qarşı zorakılıq hərəkətlər, onun bunun qızını qaçırtmaqlar, onun bunun arvadına, onun bunun qızına göz tikən, misal üçün, insanlar nədir ki? Onlar ki, üzdən İraq deyirlər. O insanlar da əslində təhlükəli insanlar. Cəmiyyət üçün təhlükəli onlardır. O insanlar geylərdən daha təhlükəlidir. Çox, əlbəttə ki, gey öz həyatını yaşayır. Yəni onun öz həyatıdır da, amma o insanlar ki var ki ya, misal üçün uşaqlara qarşı bir dənə mənə heç olmasa bir dənə üzdən İraq göstərin ki, hansısa bir heyvana qarşı pis zorakılıq əməliyyat, hansısa bir uşağı təcavüz edir. Hamısı normal adamlardır da, manyaklar. TikTok demişkən sən çox olursan TikTokda. Mən özüm TikTokdayım, çünki TikTok həm maraqlıdır, həm qazanc yeridir, həm orada maarifləndirici şeylər də çoxdur TikTokda. Sən canlını çox açırsan və mən görürəm ki, bütün gecəni oradasın, hətta səhər saat 9-da filan mən oyana bilsəm, baxıram ki, gümələr orada. Gəlir də oradan da. Əlbəttə gəlir. Mənim marağım olmasa, mənim adi marağım olmasa, mən heç vaxt zamanımı oraya keçirtmərəm. Oyunlardan gəlir, yoxsa elə adi söhbətdən gəlir? Elə bəzən də olur, adi söhbətdə olur. Bax, həm də sevirəm. Hədiyyələr filan. Əslində o platformanı sevirəm. Necə sevirəm? Çünki orada maarifləndirici şeylər olur. İnsanları tanıyırsan, dostlar əldə edirsən, doğrudan da. Misal üçün, o qədər olub ki, mən görmüşəm ki, sosial şəbəkədə kimsə haqqımda nələrsə tutaq ki, yazanda görürəm ki, mənim müdafiəmə qalxırlar. Onlar öz aralarında həmin adamı sustururlar. Bu mənim çox xoşuma gəlir. Mən TikTokda çox dostlar qazanmışam sözün əsl mənasında. Amma dünən misal üçün, amma fərq yenə də var. Elementar Instagramla TikTok arasında fərq yerlə göy qədərdir. Elə bil ki, Instagramda nisbətən mədəni, ziyalı, insanı başa düşən,
biraz həssas insanlardır. Amma TikTokda sanki elə bir əksəriyyəti, elə bir ki, insanlıqlarını itirmiş adamlardır. Misal üçün, Instagramda o dünənki o verilişlə bağlı İsa Şükurovun, indi insanam da, hər bir insanın bir həssas bir yeri var ki, ondan danışanda insan kövrəlir. Kimsə var evladından danışanda kövrəlir, kimsə anasından, kimsə atasından, kimsə sevgilindən. İndi insanıq da, biz insanıq. Biz ağlaya da bilərik, gülə də bilərik. Yəni insana məxsus olan bir şeydir, qeyri-adi bir şey deyil. Ki mən istəməzdim də oradan elə olsun. Amma baxıram ki, Instagramda izləyicilər o qədər anlayışlı da. Bir də ki, mən o müğənnilərdənəm ki, mən kommentariyaları oxuyuram mütləq. Elə müğənni var ki, deyir ki, mən kommentariyaları oxumuram, mən ümumiyyətlə şərhləri oxumuram, o insan yalan deyir. Mümkün deyil ki, hansısa bir müğənni haqqında nəsə bir paylaşım olanda ora girib məhz şərhlərə nəzarət eləmək. Çünki ictimai rəy ölçməlidir də. Hə, bunu kim deyirsə, inanın ki, yalan deyir də. Yəni hamı da girir, rəyləri oxuyur. Hətta mən özümlə bağlı yox, başqalarla bağlı da bir gözəl rəylər maraqlı gəlir. O rəylərə gəlir. Yəni olur, yəni oxuyuram. Bəzən elə rəylər olur ki, nə bilim, çox gülürəm. Hə. Baxıram ki, Instagramda rəylərdə insanlar necə anlayışlıdırlar. Sanki sənin dərdi və şəriklər, səni anlayırlar. Misal üçün, kimsə də deyir, başa düşür. Yəni bunu elə bil ki, insanı başa düşür də. Amma TikTokda baxmışam, eyni paylaşımı ediblər də. Orada da nələri yazırlar. O fərqi mən də görmüşəm. Baxırsan ki, doğrudan da fərq var. Yəni o da sosial şəbəkədir, yeri gəndə bu da. Amma TikTokda elə bil ki, həftə becərdir də ora, başa düşdünüz necə? Yəni ki, IQ səviyyəsi aşağı olan insanlar daha çoxdur. Sən nə vaxt yatırsan, o sual məni dəngələyir. Yox, hərdən olur. Gecə axı TikTokda hər şey olmur. Az qala gün Məsəl üçün, işim olanda, məclislərim zadım olanda o qədər yorğun gəlirəm ki, heç TikToka girmirəm. Həftədə bir dəfə, 2 dəfə, elə olur həftələrlə girmirəm. Amma evdə olanda, bekarçılıq olanda maraqlı olur ki, TikTokdakı dostlarımla da... Məryəm də deyəsən böyüyüb, özünü idarə eləyə bilir, deyəsən biraz daha rahatsan. Hə, indi rahatam. İndi maşallah böyük qızdır, 11 yaşında. Artıq böyük qızdır. Məryəmin müğənni olmağını istəyərdin? Heç vaxt istəməzdim. Ona görə yox ki, bizim sənət pisdir falan. Bizim əslində sənətimiz çox gözəl sənətdir. Adı üstündə incə sənət. Və dünyada ölkələri necə tanıyırlar? Həm musiqi ilə və idmanla tanıyırlar da ən əsas. Və bu da çox gözəl sənətdir, incə sənətdir. Amma bu sənətin o qədər keşməkeşli yolları var ki, əziyyətli yolları var ki, mən istəmirəm mənim qızım əziyyət çəksin və mənim ən böyük arzum odur ki, elə atasının da, nənəsinin də ki, o həkim olsun. Amma belə savadlı, rəhimli, savadlı həkim olsun. O mənim arzumdur. İnşallah ki, arzum... Yaxşı oxuyur mu? Əsas xeyirli evlad olsun, çox yaxşı oxuyur, maşallah olsun. Miri ilə necə tanış olmusunuz? Yolda gedəndə. Miranə ilə yolda gedirdi, özü də tədbirə gedirdi. Ondan da əvvəl elə bir nüans olmuşdu ki, o nəsə axtarırdım, xoşuma gəlməmişdi. Nəsə sıxmışdı mənim maşından, nəsə belə bir şey olmuşdu. Maşında gedəndə. Sonra təsadüfən üstündən bir neçə gün keçəndə yenə gördüm ki, eyni yoldayıq, xoşum gedirik. Amma o mənim nömrəmi tapmışdı özü. İzləyirdi səni demək. Yox, çiriz nömrəmi tapmışdı. Maşının nömrəsi ilə? Maşının nömrəsi ilə öz şəxsi nömrəmi tapmışdı. Özü də yalandan demişdi. Sən demə elə deyilmiş. Ən tanınmış insandan alıb nömrəni. Bahalı parfüm müqabilində. Miri belə hündür boy, yaraşıqlı, göy-göz oğlandı. Aşıq oldun ona? Onlar keçib, artıq elə şeylər yoxdur. Artıq biz sadəcə dost kimi. Dost necə? Yəni ki, ikimizin də yəni ortaq bəzən bir yerə gəlmək üçün səbəb var. O da bizim qızımızdır. Yəni bir evdə yaşamırsınız indi, ayrısınız, amma gedir, gəlir, onu bilirəm ki, uşağın... Hərdən yaşırdı, uşağının yanında qalırdı. Yəni o çox gözəl atadır, mükəmməl atadır. Şəxsi münasibətləriniz yoxdur. Evladına bağlı, amma şəxsi münasibətimiz yoxdur. Amma o vaxt aşıq olmuşdu. Bizim aramızda sevgi var idi. Məryəm xanım sevgidən dünyaya gəlib. Dəli kimi yəni sevirdi məni. Vallahi. Necə inandın ona? İnandırdı da. Amma o da doğrudan da belə sözün əsl mənasında sən özün bilirsən də, yəni kişi kimi
rəftar elədi. Hər bir şeydə arxamda oldu hər zaman. Hər kəsə qarşı çıxdı. Yəni ki, artıq qızımın 11 yaşı var. 2 il də bizim ondan əvvəl tanışdığımız var idi, 13 il. Onunla münasibətdə səni heç nə dayandırmırdı ki, Nə barədə? yox bunu istəmirəm bunu. Məsəl üçün evli olduğunu bilirdin. Hə, əlbəttə ki, mən dəfələrlə olub ki, ayrılmağa cəhd göstərmişəm, maşına oturub qaçmışam, başqa rayona gizlənmişəm, gəlib yenə də məni tapıb, yəni falan filan. O biraz çox başqadır da, yəni ki. Amma mən kiminsə ailəsini dağıtmamışam. Bu dəqiq. Mən heç kimin ailəsini dağıtmamışam. Və bəzən deyirlər ki, qadını suçlayırlar ki, ailə dağıdansan, heç kim kişini günahkar bilmir. Mən cəmaətin gedib ailəsinin içinə girmişəm ki, sən çıx burada, mən oturacam, bura mənim yerimdir. Kişini də suçlamaq lazımdır. Bir kişi əgər öz evindəkinə hörmət eləmirsə, onu düşünmürsə, mən niyə onun ailəsini düşünməliyəm ki? Amma yenə də hər halda elə bir şey olmayıb. Yəni mən heç kimin ailəsini dağıtmamışam. Zaten nə olubsa məndən öncə olub. İndi onlar bir yerdə deyirlər. Yenə də yəni onda nə yaxşıdır ki, bu hamı ilə normal münasibət saxlaya bilmir. Hamı ilə normal münasibət saxlaya bilir. Yəni orada birinci ailəsi ilə də maraqlanır, orada qalır, gedir, gəlir. Yox, qalmağını qalmır, amma gedir, gəlir də, yəni ki. Uşaqlara baxır. Əsas o da uşaqlara sahib çıxır. Uşaqlara böyükdür, artıq o babadır. Biri baba olub. Hə. Ciddi deyirsən. Bəli. Doğrudan o vaxt böyük uşaqları var idi da, bir 15-16 yaşında. O sadəcə olaraq tez ailə həyatı qurmuşdu və qohum evliliyi idi, yəni orada sevgi falan yox idi. O da qınamalı deyil. Baxın, qohum evlilikləri məcburi valideynlər məcbur eləyəndə də belə olur, başa düşürsünüz? Ona görə olmaz. Amma indi də məndə də belədir, dost kimi, yəni belə. Nə oldu ki, aranız soğudu, yəni, dost oldunuz? O mənim qızımın yanında olduğu sürəcə ki, onların bir-birinə olan sevgisi, yəni çox dəhşətli bir şeydir də. Mən o sevgi falan, o şey mənə çatmayıb heç vaxt. Ata sevgisi nədir, onu başa düşməmişəm. Mənə çox uzaq olan bir hissdir. Mən o hissi heç vaxt yəni bilməmişəm də necə olub. Nəsə eşitmişəm kimsə. Misal üçün də qızlardan atamı daha çox sevirəm anamdan falan. Qəribə gəlir. Biraz mənə belə şey gəldi ki, necə də, yəni sanki elə fikirləşirdim ki, həmişə o hiss mənə yad olub, amma həsrətində olmuşam o hissin. Həsrətində olmuşam, amma bununla yanaşı mənə yad olub. Hərdən fikirləşmişəm bəzi nüanslar ki, elə yaxşı ki, heç olmayıb misal üçün. Bəs nə oldu amma hərdən fikirləşmişəm ki, kimlə? Miri ilə. Necə oldu ki, gəldiniz, dost oldunuz? Yəni sevgi keçdi. Zaten 13 ilə sevgi qalar, qurban olun. Niyə qalmır? Harda qalır o? 13 ilə yəni sevgi 13 ilə hər ailə dağılmır axı. O dağılmaq başqadır, amma 13 ilə sevgi olmur axı. 3 ilə bütün sevgi, məhəbbət hamısı bitir. Ehtiras qala bilər insanda, öyrəşmə qala bilər. Nəyəsə xatir bir yerdə ola bilərsən, amma sevgi maksimum 3 il, 4 ildir. Çətin əldə eləyənə qədərdir. Alır gədirir, evdə zəncir, arxayın olur ki, bu var. Sənin anan belə yumşaq ana deyildi, tələbkarıdır. Çox. Heç istəmirdi sən müğənni olasan məsəl üçün. Heç. O istəyirdi ki, mən konservatoriyaya daxil olum, mən gözəl piyanist olum. Mən oxumağı deyəndə, o biləndə ki, mən oxuyuram. Allah qəni rəhmət eləsin Nailə xanım Mirməmmədliyə. Yəni müğənni olmağımın səbəbkarı odur. Məkanı cənnət olsun. Yəni o istəmirdi, o cür, amma əslində özü aparırdı, məni xora aparırdı. Əfsər Cavanşirovun Bənövşə xoruna aparırdı. Dom Pionera gedirdim, oradan gəlirdim, ingilis dilinə gedirdim, buradan gəlirdim salfeca. Bütün günü ancaq oxumuşam da mən. Uşaqlar həyətdə oynayırdı. Mən bütün günü piano eləyirdim. Tələbkarıdır. Çox tələbkar idi. Çox. Həddindən artıq tələbkar idi. Zəhimli idi, amma həmişə evdar xanım olduğu üçün, baxmayaraq ki, ali təhsillidir, həmişə evdar xanım olub da. Evdar xanım olduğu üçün həyatın pis üzlərini bilmirdi. Qoruma altında olub da həmişə. Hə, ona görə həyatın pis üzünü bilmirdi. O mənə özü çox güvənirdi. Düzdür, mən onun istədiyi kimi evlad olmadım. O mənə çox güvənirdi. Və mən
nə bilim, nəsə çox inanırdı da. Mən hərdən deyirdim ki, Allah, mənim anam belə zəhmlidir. Mən niyə bu qədər inanırım? Nə qədər özüm şoka düşürdüm. İndi dəyişib Amma mən xasiyyəti. özüm həyatın o qədər necə deyim, üzlərini görmüşəm ki, yəni bizim sfera elədir ki, çox insanları görürük, tanıyırıq da. Ona görə qızımı maksimum, mən nə olsa heç qızımı məktəbə də qoymaram. Bunu insanlar düzü bəziləri yanlış anlayar ki, bu nə düşüncədir. Mən nə olsa valla indiki vaxtda deyirlər zəmanə pisdir. Zəmanə həmişə elə olub ki, əvvəl də pis insanlar olub, əvvəl də manyaklar olub, misal üçün, məktəblərin qabaqlarında olub da, yəni yaşamışıq bunu, görmüşük. Mən hətta rastlaşmışam da uşaqlıq vaxtımda, indiyə qədər məndə o travma qalıb. Bu haqda ümumiyyətlə danışmaq istəməzdim. Yəni mən o şeyləri gördüyüm üçün, yəni bilirsiniz necə, bəzən deyəcək, "Aha, bu nə düşüncədir? Ali savada olan insan belə necə düşünə bilər?" və yaxud nəsə. Valla məndən olsa heç uşağımı məktəbə də qoymaram, elə istəyərəm evdə hazırlarsın. Amma uşaq sosiallaşmalıdır, ictimaiyyətdə olmalıdır, qaynayıb qarışmalıdır falan filan, yəni belə. Sən sevgi acısan? Hə, mən sevəndə başqa cür oluram. Mən elə bir xanımam ki, mən hər zaman sevib sevilən xanım olmuşam. Hər bir qadın fərqi yoxdur. Bəzən yaşda da bir görsən kommentariyalarda baxırsan ki, Anqavitaya oxşur özü, girirsən şəklinə baxırsan. Baxırsan ki, elə bir ki şeydir, kengurunun nidanoşunu doğulan balaları olur, belə fartukdan sallanır. Onlara oxşurlar, girib kommentariya yazıb, sən də qocaldın da, sənin də vaxtların var idi da. Qocalmaq özü də gözəl bir şeydir. O hər adama nəsib olmur. Əslində mən deyim belə gözəl şeydir. Mənim üçün gözəl bir şey deyil. Əslində yaşım üstünə yaş gələndə yalan deyərəm ki, mən yaşımdan qürur duyuram falan filan. Yox, qorxuram, qocalmaqdan qorxuram. Çirkinləşməkdən, yox, nə bilim, gücdən düşməkdən. Diqqət mərkəzində olmamaq. Yox, həm də ki, nə bilim, istəmərəm belə qocalım, amma yaşamaq istəyirəm, amma qocalmaq istəmərəm. Özü belə pis kommentariyalar yazanlar var, bəzən yazırlar, "Aha, qocalmısan, az bu nə gündədir, az bu nədir, az baxırsan özləri Anqavitaya oxşurlar, həbə durub şərh yazırlar. Bax, ellərinə tənbəllik eləmirəm. Girirəm də ağzıma gələni yazıram. Kaz gəl hələ bir sən yanımda dur. 20-25 yaşında qızlar var ki, belə pis çıxmasını tökülürlər, qurban olum. Yəni o deyil. Yaşlanmaqdan niyə qorxursan ki? İstəmirəm də yaşlanım. Nə bilim. Bəs bu müdriklik, rahatlıq, Sən canım, o deyirsən estetik əməliyyat. Bəyəm hər estetik, o qədər estetik əməliyyatlar eləyənlər var. Hamısı bəyəm uğurludur. Ay bacı, fundamentdə olmalıdır da. Sənin bir fundamentin olmalıdır ki, bu həkim də səni bir söküb yığanda bir normal eləsin də. O qədər uğursuz əməliyyatlar olanlar var ki, baxırsan üstü bəzək, altı təzək, sonranda görsən adam şoka düşür. Bir də var ki, estetik. Hamı da o gözəl alınmır. Yəni deməli sənin ona bir sən gedib ucuzlu bir belə deyək də materialdan, parçadan gözəl əlbisə tikdirsən, necə olar? Olmaz. Olmaz. Bir də var gözəl parçadan əlbisə tikdirirsən. Sən gözəl parçasan. Hə, onu elə bir dənə parça nə mənadır? İşte ona bir dənə belə razrez buradan bura, elə bir dənə çiyini buradan bağlayıb, sən oldu platya. Gəlirsən hamı sənə belə baxır ki, ay Allah, bu ceyran kimdir belə? Hardan çıxıb, hansı katalıqdan çıxıb? Hələ də ceyransan. Baxır da kimi üçünsə ceyranam, kimi üçünsə deyiləm. Bax, o yaş artdıqca ki, o rahatlıq gəlir ki, məsəl üçün təzə-təzə başlayanda bu yoxdur, o yoxdur, bunu eləməlisən, onu eləməlisən, bəlli bir müddətdən sonra artıq bunu eləmirsən, bunu da eləmirsən, bunu elə Məryəmi böyüdürsən. Birazdan Məryəm böyüyəcək, artıq əli çörəyə çatacaq. Mən Məryəmə görə də cavan qalmalıyam əslində. Əlin çörəyə çatacaq. Deyək ki, ev elədin, deyək ki, nə bilim, uşağın gələcəyi üçün nəsə elədin, təhsilini verdin filan. Bu rahatlıq yoxdur ki, ay, bu yaşın verdiyi gözəlliklər də var. Necə, hansı... Valla o qədər problemlər var, heç gözəllik haqqında belə də ki, elə dərin özümə dərd eləmirəm. Mən ona Allaha şükür, mən bugünkü gün doğrudan da belə təvazökarlıqdan kənar olsun. İndi demirəm belə krasavitsayam belə. Elə də özümə görə qızam da, elə də mən sevənlərim var. Deyirdim ki, yaşın verdiyi gözəlliklər, rahatlıqlar. Onu hiss eləyirsən ki, yaşın gözəlliklə qatırsan. Yaşın üstünə yaş gələndə sən necə rahatlaşıb, üzü o tərəfə gedirsən, nədən təsəlli ala bilərsən ki? Qurban ol. İnsan ömrü maksimum nə qədərdir ki? Real, belə real danışaq da qurban. Maksimum nə qədərdir?
70-80. 70-80 qurban olum. Yəni də mənim şəxsən 45 yaşım var. Amma Bu acda yarısını pekan var da keçmişəm məsəl də. üçün də həmişə gözəl. Başa da həmişə gözəl nəyə qurban olum. Nə həmişə elə bir живой trupdur sən. Nəyə deyirsən, nə gözəl qurban olum. Adam qolu əllərindən mən elə halda mən heç vaxt səhnədə olmaram. Olmaram da. Qorxu filmində sənəti var, oxu, oturan yerdə oxu da ya da geyinmə buralara bağla da nə məcburdur bunları açıq qoymaq. Bayaq sənə sual verdim ki, sevgi acısan. Hə, mən həmişə acam. Sevgi, yəni sevgi olmayan da sevmək istəyirsən. Çünki hər bir qadın yaşından asılı olmayaq. Mən daha 70-60 yaş demirəm də. Yəni sevəndə başqa olur. Gözün içi parıldayır. Xoşbəxt olur. İnsan daha da özünə baxır. Misal üçün. Bəlkə uşaqlıqda almadığın ata sevgisidir ki, sən hələ də axtarışlardasan. Yox, mənim belə Sevgi sevgi axtarırsan. baxımından heç vaxt mənim yəni heç vaxt problem deyil. Mən həmişə sevilən xanım olmuşam. Hər zaman mənim üzərimdə mənə görə mübahisələr olub. Yəni hər zaman uşağımın atası da hələ belə mənə əldə etməyib. O kimlərlə qırğınlara çıxıb da, necə qırğınlar özdə. Hələ mənim əldə olunan hər zaman mənim üstümdə yəni mübarizə olub hər zaman. Əks cins tərəfində, yəni əks cinslər, yəni bir-birlərindən mənə görə mübahisələr eləyiblər. Çox. Mən də görmüşəm ki, aləm dəyib bir-birinə qırğındır. Oturub başdan sürüb qaçıb getmişəm. Yəni Arada qızışdırmısan bu qırğınları. Yox, vallahi yox, təsadüfən olub. Hə, yox. Yəni ki, yəni elə şeylər olub. Yəni mən həmişə yəni sevilən qadın olmuşam. İndi də sevilirəm. Amma istərəm ki, mən özüm də sevim. İnsan sevəndə başqa, amma qarşılıqlı sevgi istəyərəm ki, qarşılıqlı sevgi olsun. Qadın sevəndə gözəlləşir, təravətli olur. İndi misal üçün oyanırsan, sevgi olmayanda, girdin maksimum bir dənə duşa, saçını necə gəldi yığdın, geyindin evdə dava paltarlarını, bir dənə şortikovu, topikovu, vəsə. Amma adam sevəndə başqa olur. Düz indi gedirik manikyurdur, pedikyurdur, o sevgi oldu, olmadı, onun adiyyatı yoxdur. Hər xanım özünə görə baxımlı olmalıdır, gözəl olmalıdır. Ki, birinci növbədə xanımın özü özünə xoş gəlməlidir. Amma sevən də başqa olursan, bunları nə qədər eləyirsən də, salonuna gedirsən, nə bilim, manikyur var, pedikyur var, nə bilim, lazer və zadova gedirsən, amma sıramda mutlu olmursan da, ki, ay Allah, xot yoxdur, yenə gedəcəm. Hətta insan sevəndə belə, heç onlar da səni ağrıtmır, Vallahi, lazer eləyəndə bir heç vecib olmur. Və yaxud manikür, pedikürdə demirsən ki, Allah, bu nə vaxt qutaracaq, mən çıxıb gedəcəm evə. Elə olmur. İnsanın belə oturma qaməti başqa cür olur. İnsanın gözünün içi parıldayır. Sənin gözünün içi elə bir parıldayır. Yox. Onda mənə görə bir sevimsə, ona görə. Ola bilər. Nədən qorxursan Günel? İtirməkdən çox qorxuram. Kimi, nəyi? Bilmirəm, onu deyə bilmirəm, amma itirməkdən ən qorxduğum şey itirməkdir. Ən qorxduğum şey itirməkdir. Əvvələ qaranlıqdan qorxurdum, belə, amma indi heç bir şeydən qorxmuram. Yəni, qorxu yoxdur məndə, elə bir şey. Amma bir tək bir qorxum var, o da itirmək qorxusudur, bilmirəm. Başqa da yoxdur. Başqa heç nədən qorxmuram.